bəzən itirilmiş birinci dəqiqə bir həyatın sönməsinə səbəb olur. O həyatı vacib dəqiqələri itirməmək üçün hər an yardıma hazır ol. Ən əsası panikaya düşmə, vəziyyəti dəyərləndir, nəfəs yolunu aç və döş qəfəsi kompresasiyasına başla. İndi artıq bilirsən ki, bir insanın həyatı sənin vaxtında edəcəyin ilk yardımla xilas ola bilər. Təlimlərə qoşul, həyat xilas et. Sən buna qadirsən.